Hər vaxtınız xeyirli olsun. Bugün istədim ki, pəncərədən süzülən budaq havasını, bu sükutu birlikdə hiss edək. Bəzən susmaq və mənzərəyə baxmaq min kəlmədən daha çox şey anladır. Əgər hazırsınızsa, biraz yol gedək, həm xatirələrə, həm də gələcəyə. Şuşadan aşağıya, Xankəndiyə doğru enən bu yolun hər döngəsində bir xatirə gizlənib. Yaddaşımızdakı o köhnə cığırlar indi müasir rahat bir axara çevrilib. Bu asfaltın üzərində hərəkət etdikcə insanın içindən qəribə bir rahatlıq keçir. Dağların belinə qurşaq kimi dolanan bu magistral sanki illərdir bir-birindən uzaq düşmüş nöqtələri yenidən doğmalaşdırır. Mühəndislərin əməyi öz yerində, amma bu yolun bir də ruhu var. Pəncərəni biraz aşağı indirəndə içəridə olan o sərin meh insana keçmişin yorğunluğunu unutdurur. Hər kilometr bizi həm mənzilimizə, həm də biraz daha özümüzə yaxınlaşdırır. Yolun sonunda bizi qarşılayan o yenilənən parklara gəldikdə isə burada hər şey çox incə düşünülüb. Şəhərin səs-küyündən qaçıb bir ağac kölgəsində oturmağın ləzzəti başqadır. Təbiətin rəngləri ilə müasir memarlığın bu qədər həmahəng olması insana estetik bir zövq verir. Sübhün bu vaxtı yolun özgə bir aləmi var. Hələ gün doğmayıb, ətraf alatoranlıqdır. Xankəndinin bu çiskinli yollarında hərəkət etmək insana qəribə bir sakitlik bəxş edir. Şüşəyə qonan xırda damcılar, asfaltın nəm parıltısı və uzaqdan seçilən dağların silueti. Təbiət hələ tam oyanmayıb, sanki hər kəs və hər şey dərin bir yuxudadır. Belə anlarda yol getmək həm də özünlə baş-başa qalmaq deməkdir. Motorun səsi və təkərlərin yaş asfaltda çıxardığı həzin xışıltı sanki bir musiqi kimi ruhu dincəldir. Hər döngədə dumanın içindən süzülən fənər işıqları bizə yeni günün yaxınlaşdığını xatırladır. Bu səssizlik, bu alatoranlıq əslində çox şey deyir. Yeni bir başlanğıcın, təmiz və dinc bir səhərin astanasındayıq. Ağacların pıçıltısı, yeni salınmış cığırlar, axşamın həlim işıqları. Bu məkanlar artıq bir istirahət yerindən daha çox insanların bir-biri ilə hal-əhval tutduğu, uşaqların gülüşünün eşidildiyi səmimiyyət adalarıdır. İnsan burada vaxtın necə keçdiyini hiss etmir. Hiss olunur ki, hər daşın qoyulmasında, hər gülün əkilməsində bir sevgi, bir diqqət var. Badara tərəfə yolunuz düşsə, sanki zamanın dayandığı bir məkana gəldiyinizi hiss edəcəksiniz. Buranın meşələri o qədər sıx və tünd yaşıl rəngdədir ki, günəşin işığı belə yarpaqların arasından bir təhər özünə yol tapır. Dağların sinəsindən süzülən təmiz hava adamın ciyərlərini bayram etdirir. Çayın qayalıqlar arasından şırıltısı isə bu təbii sükutu pozmayan yeganə musiqidir. Təbiət burada öz təmizliyi, o qədim və doğma ruhunu tamamilə qoruyub saxlayıb. Xocavəndin torpağına diqqətlə baxın. Bu rəng onun bərəkətindən xəbər verir. Bu torpaq o qədər canlı və cana yaxındır ki, sanki toxumu atmamış cücərtməyə hazırdır.
İllər boyu incə qalan bu münbitqat indi hər qarşında yeni həyatı, bol ruzi bərəkəti böyütmək üçün can atır. Əsl zəhmət adamı üçün bu torpaq bir xəzinədir. İndi isə mənzərə tamamilə dəyişir. Ağdərənin Umudlu kəndi yaxınlığında Sərsəngin Firuzəyi suları. Müxtəlif ölkələrin bayraqları suyun üzərində bir dostluq və rəqabət körpüsü qurub. Bu beynəlxalq jet-ski yarışıdır. Hər idmançı su motosikletinin sükanı arxasında nəfəsini dərib start siqnalını gözləyir. Jet-skilərin yan-yana düzülüşü, mühərriklərin boğuq səsi və suyun üzərindəki o müəmmalı səssizlik. Bu adi idman yarışı deyil, bu torpaqların dünyaya açılan yeni, müasir və enerjili simasıdır. Və budur, suyun sükutu mühərriklərin uğultusu ilə parçalanır. Saniyələr içində jet-skilər ox kimi irəli atılır. Suyun üzərində açılan o bəyaz izlər sürətin yaratdığı adrenalin dalğaları ilə ekranda belə hiss olunur. Birincilik uğrunda gedən bu amansız mübarizədə hər manevr, hər dönüş böyük bir ustalıq və fiziki güc tələb edir. İdmançılar jet-skiləri ilə dalğaları yararaq hədəfə doğru şığıyır. Baxdıqca insan heyran qalır. Bir vaxtlar sükuta qərq olan bu sular indi beynəlxalq bir arenaya çevrilib. Sürət, güc və iradə burada qovuşur. Gözəl deyilmi Cəbrayıl? İndi bu açıq yaşıl örpəyin içində o tünd rəngli uzaq təpələrə doğru yol aldıqca sanki təbiət bizə ən gizli xəzinəsini açır. Bu adi bir mənzərə mütaliəsi deyil. Bu illərdir dincələn, özünə qayıdan bir torpağın nəfəsidir. Diqqətlə baxın, bu ot basmış yollar bizə nəyi pıçıldayır? Hər qarşında bir sükut, hər təpəsində bir vüqar var. Avtomobil bu yaşıl dənizin içində irəlilədikcə İnsanın içindəki o şəhər yorğunluğu bir anda yoxa çıxır. Cəbrailin bu təbiəti heç bir süni bəzəyə ehtiyac duymur. Onun gözəlliyi sadəliyində o tünd təpələrin səssiz duruşundadır. Bura gəlmək tək bir məkana çatmaq deyil, bir doğmalığa toxunmaqdır. Hər dəfə bu yollardan keçəndə, hər kadrı çəkəndə tək bir istəyimiz olur. Bu gözəllikləri, bu dəyişimi sizinlə ən səmimi şəkildə paylaşmaq. Bizimlə bərabər bu dağları, dərələri gəzmək istəyirsinizsə, abunə düyməsini sıxmağı, o kiçik zəng işarəsini aktiv etməyi sonraya saxlamayın. Məsələyə məntiqi və qarşılıqlı maraq pəncərəsindən baxmağınızı istəyirəm. Bu kanal ancaq görüntü paylaşmır. Biz burada regionun ən yeni infrastruktur xəritəsini, bərpa olunan kəndlərin dəqiq vəziyyətini və tarixi dəyişimə şahid oluruq. Sizin abunə olmağınız və zəng işarəsini aktiv etməyiniz əslində bu məlumat axınının kəsilməməsi üçün atılan bir addımdır. Biz nə qədər çox olsaq, bu videoların əhatə dairəsi bir o qədər genişlənir. Bu da bizə daha fərqli, daha çətin çatılan nöqtələrdən eksklüziv kadrla gətirmək üçün maraq yaradır. Ötəri baxıb keçmək sadəcə anlıq izləməkdir. Amma abunə olmaq keyfiyyətli məzmuna və böyük quruculuq işinin təbliğinə birbaşa dəstək verməkdir. Təbii ki, əgər bu kadrların və dəqiq məlumatların sizin üçün bir dəyəri varsa, bura qədər bizim zəhmətimizdir, sonrası isə ən ağırı sizə düşər. Yəni bəyənmək. Həm də sizin növbəti vacib yenilikləri qaçırmamağınızın təminatıdır.
İndi isə gəlin Eyvazxanbəylidə tikilməkdə olan bu 2 otaqlı evin daxili planına birlikdə baxaq. Divarlar hələ sıvaq halındadır, amma evin funksionallığı indidən hiss olunur. İçəri daxil olan kimi bizi dəhliz qarşılayır. Sağ tərəfdə gələcək qarderob üçün xüsusi yer ayrılıb ki, bu da girişdəki səliqəni qorumağa kömək edəcək. Sol tərəfdə isə metr yarımı olan bir kiçik sahə, əlavə saxlama yeri və ya texniki ehtiyaclar üçün nəzərdə tutulub. Dəhlizlə irəli addımladıqca sağda sanitar qovşağını görürük, sol tərəfdə isə pəncərəsi olan yataq otağı yerləşir. Gün işığı otağı tamamilə əhatə edir. Evin mərkəzi qonaq otağıdır. Diqqət edin, buradan geniş bir eyvana çıxış var. Mətbəx də elə qonaq otağı ilə həmahəng şəkildə planlaşdırılıb. Bu evin ən böyük üstünlüyü şübhəsiz ki, həmən o eyvandır. Eyvana çıxdıqda bizi qarşılayan mənzərə. Eyvazxanbəylinin təbiəti sanki ovcumuzun içindədir. Belə bir mənzərəyə qarşı səhər qəhvəsini içməyin tam fərqli bir dadı olacaq. Bugünlük səfərimizin sonuna çatdıq. Şuşa Xankəndi yolunun nəm asfaltından başlayıb, Ağdərənin sürətli sularından keçərək, Eyvazxanbəylidə yeni bir ocağın mənzərəsinə qədər uzun bir yol gəldik. Bu kadrlar bir tikinti və ya yol çəkilişi hesabatı deyil. Bu bir torpağın addım-addım necə dirçəldiyinin, hər daşının öz yerinə necə qayıtdığının canlı şahidliyidir. Bizimlə bu duyğuları paylaşdığınız, vaxtınızı bu gözəlliklərə ayırdığınız üçün təşəkkür edirəm. Növbəti çəkilişlərdə, yeni yollarda və bərpa olunan yeni kəndlərimizdə görüşmək ümidi ilə. Hələlik özünüzə yaxşı baxın.